Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul görüşü 4-cü mikrorayon ərazisində təşkil olunub. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, eləcə də müxtəlif dövlət qurumlarının idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazilər və sakinləri iştirak edib. Səyyar qəbul zamanı şəhər rəhbəri Zakir Fərəcov sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların qaldırdıqları məsələləri diqqətlə nəzərdən keçirib. Müraciətlərin əsas hissəsi sosial təminat, məişət şəraiti, mənzil məişət problemləri, məşğulluq və digər sosial yönümlü məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən problemlərlə bağlı şəhər rəhbəri aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib. O, sakin müraciətlərinə çevik, qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmasının, qaldırılan məsələlərin isə qısa müddətdə icra edilməsinin vacibliyini xüsusi vurğulayıb. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.